Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb. Xəbər Studiya xəbər verir ki, sərəncama əsasən 2025-ci il dekabrın 30-u tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 200 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Bu sərəncamın icrası məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının 2024-cü il 16 dekabr tarixli 93 nömrəli qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 dekabr tarixli 268 nömrəli fərmanının 1.6.1-ci yarımbəndində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitdən 15 milyon 300 min manat ayrılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nazirlər Kabineti və Maliyyə Nazirliyinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.